Yollayışın alınması proseduru. EAHİK elektron rezervasiya platformasına MyGov ID QR kodu vasitəsilə və ya Simay imza, Asan imza, identifikasiya nömrəsi ilə giriş edə bilərsiniz. PIN kodu və şifrəni yazın, sistemə daxil olun. Sistemə daxil olduqda Sanatoriya kurort üçün yollayış, şəxsi kabinet və AHİK Plus loyallıq proqramı adlı 3 bölmə görürsünüz. Sanatoriya kurort üçün yollayışı seçin. Açılan ilk səhifədə əsas məlumatlarınızı sistemə daxil eləyin. Şəxsiyyət vəsiqəsinin surətini və iş yeri barədə arayışı sistemə daxil edin. Pensiyaçılar son iş yeri məlumatlarını və pensiyaçı olduqlarını təsdiqləyən sənədin surətini sistemə yükləməlidir. Sosial həssas kateqoriyaya aid vətəndaşlar isə müvafiq təsdiq edici sənədin surətlərini sistemə daxil etməlidir. Müalicə təyinatlı yollayış üçün müraciət edən şəxslər müvafiq tibbi arayışı sistemə yükləməli və ya Sanator kurort kartı almaq istəyirəm düyməsinə klikləməlidir. Sanator kurort kartı almaq istəyirəm düyməsinə klik edən vətəndaşların sistemə tibbi arayış yükləməsinə ehtiyac yoxdur. Sağlamlıq və istirahət mərkəzlərinə həyat yoldaşı ilə getmək istəyən şəxslər nikah haqqında şəhadətnaməni, övladları ilə getmək istəyən şəxslər isə onların doğum haqqında şəhadətnamələrinin sürətlərini sistemə daxil etməlidir. Xüsusi qeyd: sənədlər sistemə PNG, JPEG və ya PDF formatında yüklənməlidir. Əgər tək yollayış almaq istəyirsinizsə, gedəcək üzv əlavə etmək istəyirsinizmi sualına xeyr, digər şəxs və ya ailə üzvünüzlə birlikdə getmək istəyirsinizsə, bəli düyməsinə basaraq təsdiqləyin. Açılan ikinci səhifədə müalicə və istirahətə digər şəxslə birlikdə getmək istəyirsinizsə, ailə üzvü bölməsindən digər şəxs bölümünü seçin və həmin şəxsin məlumatlarını sistemə əlavə edin. Sonra əlavə et düyməsinə basın və növbəti səhifəyə keçid edin. Yox, əgər ailə üzvünüzlə birlikdə müalicə və istirahətə yollanmaq istəyirsinizsə, o zaman ailə üzvü bölməsindən həyat yoldaşı bölümünü seçin və ailə üzvünüzün şəxsi məlumatlarını sistemə əlavə edin. Sonra əlavə et düyməsinə basın və növbəti səhifəyə keçid edin. Açılan üçüncü səhifədə getmək istədiyiniz giriş tarixini, qalacağınız gecə sayını, qonaqlama formasını seçərək axtar düyməsini basın. Həmin tarixə uyğun gələn sağlamlıq və istirahət mərkəzləri ekranda görünəcək. İstədiyiniz variantı seçin, qaydalarla tanış oldum və razıyam hissəsini oxuyun və işarələyin. Ən sonda təsdiq düyməsini basın. Müraciətinizin statusunu şəxsi kabinetinizdən izləyə bilərsiniz. Müraciət müvafiq həmkarlar təşkilatı tərəfindən təsdiq olunur və ya imtina edilir. Müraciət təsdiq olunursa, növbəti mərhələdə Kurort Turizm İnformasiya Mərkəzi tərəfindən təsdiqlənir və ya imtina edilir. Müraciət təsdiqlənirsə, vətəndaşın qeydiyyatdan keçdiyi elektron poçtuna və mobil nömrəsinə bildiriş mesajı göndərilir, ödəniş rekvizitləri elektron qaydada təqdim olunur. Ödəniş 24 saat müddətində onlayn formada həyata keçirilməlidir. Diqqət! 24 saat ərzində ödəniş etməyən şəxslərin müraciətləri ləğv olunmuş sayılır. Ödəniş edildikdən sonra yollayışın vauçeri müraciətçinin şəxsi kabinetinə yüklənir və müraciətin statusu təhvil verildi olaraq dəyişir. Proses başa çatdıqdan sonra siz seçdiyiniz tarixlər üzrə müvafiq sağlamlıq və istirahət mərkəzinin xidmətlərindən istifadə etmək hüququ əldə edirsiniz. EAHİK Sanatoriya kurort elektron rezervasiya platforması.